Niyə deyirəm farslar təcziyə tələbdirlər? Federalizm. İranda federalizmə görə danışanda bu yadıma düşür ki, bir zaman insanlar söyünürdülər ki, öz dilimizdə türkçə şəbəkə ustanı olacaqdır. Bu cür nəticəsini görə bilirik ki, bu gün məsələn çıx xiyabana bir nəfər hep mikrofon tut. بله biz eleyebiliriz ki bu müşkilatlarımızı döne bedöne طبق قانون Nə qanun demərik biz, bir qanun deyərik. Bu cürdə danışanda, yəni mən əvvəlin şeyi ki alıram tərəfimdən, deyirəm tamam bunun diplomu yoxdur, tamam bu düşükdür. Biri ki kəmbudu yoxdur, niyə gələ Fazəri dilə şəbəkə ustaniyə bənzəsinlər. Dəqiqən federalizm də bu cürdür. Biz bəs deyirik ki, bu gün federalizm olsa elə o Azərbaycanı ki bizim zehnimizdə vardı. Gecəklər gələm siz bir dənə məsələn əyalət olun. Azərbaycanı ki Qəzvin o filan o, yəni Qacar dövründə olan Azərbaycandan, məmləkət Azərbaycandan söhbət eləyirəm. Bunlar hamısı əfsanədirlər. Niyə deyirəm farslar təcziyə tələbdirlər? Bəlkə Azərbaycanı parça-parça elədilər. Məsələn, Ərdəbil bir zaman Azərbaycan idi. Azərbaycan kəlməsi vardı. Təcziyə elədilər. Orada Ərdəbil nə oldu? Niyə buranın adını Azərbaycan qoymadınız? Zəncanda da, yəni farslaşmağa başlayıblar və bunu daha çox get-bəcet asimilə və öz kültürümüzdən uzaqlaşdırıb və bir dənə fake hoviyyətə tərəf biləmizə itələyəcəklər və federalizm də dəqiqən həmin coçlardan biridir.